13-cü fəsil. İnsan və məna axtarışı. Mövcudluğun səbəbi və daxili boşluğun izahı. İnsan yalnız yaşamaqla kifayətlənən varlıq deyil. Onun daxilində susmayan bir sual mövcuddur. Mən niyə varam? Bu sual nə yalnız fəlsəfənin, nə yalnız dinin, nə də yalnız elmin sualıdır. Bu, insanın öz varlığı ilə üz-üzə qaldığı anda yaranan fundamental daxili ehtiyacdır. İnsan qidalanır, işləyir, sosial münasibətlər qurur. Lakin bütün bu fəaliyyətlərin arxasında izahı çətin olan bir his qalır. Məna ehtiyacı. Qədim düşüncədə məna. Qədim fəlsəfədə insan həyatının məqsədi əsas müzakirə mövzularından biri olmuşdur. Aristotel insan həyatının məqsədini daxili kamillik və mənəvi tamlıq kimi izah edirdi. Onun fikrincə, insan yalnız maddi ehtiyaclarını ödəməklə tamamlanmır. O, daxili inkişaf və mənəvi bütövlük əldə etməlidir. Roma stoikləri bu fikri daha sərt və sistemli şəkildə təqdim edirdilər. Onlara görə həyatın mənası xarici hadisələrdə deyil, insanın bu hadisələrə münasibətində formalaşır. Bu yanaşma mühüm bir həqiqəti ortaya qoyur. Məna xaricdən verilmir. O, insanın daxilində yaranır. Din və mənanın istiqamətləndirilməsi. Dinlər insanın bu ehtiyacına ən geniş və sistemli cavab verən strukturlardan biri olmuşdur. Onlar insan həyatına məqsəd vermiş, davranışlara istiqamət göstərmiş və varlığın səbəbini izah etməyə çalışmışdır. Quranda insanın yaradılış məqsədi ibadət kimi təqdim olunur. Lakin bu ifadə yalnız ritual mənasında deyil. O, insanın özünü və varlığı dərk etmə prosesinə işarə edir. Bibliyada isə insanın yalnız fiziki ehtiyaclarla məhdudlaşmadığı vurğulanır. Bu yanaşmalar göstərir ki, insanın ehtiyacları yalnız maddi deyil, eyni zamanda mənəvidir. Müasir insan və məna boşluğu. Müasir dövrdə texnoloji və elmi inkişaf artdıqca, paradoksal olaraq insanın daxili məna hissi zəifləməyə başlamışdır. İnsan daha çox biliyə, daha çox imkana və daha yüksək həyat standartlarına sahib olsa da, daxili boşluq hissi aradan qalxmır. Bu vəziyyət psixologiyada ekzistensial boşluq kimi izah olunur. Viktor Frankl bu fenomeni insanın həyatın mənasını itirməsi ilə əlaqələndirir. Onun fikrincə, insanın əsas ehtiyacı nə həzz, nə də gücdür. Onun əsas ehtiyacı məna tapmaqdır. Daxili boşluğun səbəbi. İnsan bu boşluğu çox vaxt xarici vasitələrlə doldurmağa çalışır. Maddi imkanlar, sosial status və ya emosional münasibətlər bu boşluğu müvəqqəti olaraq zəiflədə bilər. Lakin bu cəhdlər uzunmüddətli nəticə vermir. Çünki problem xarici deyil, daxili strukturdadır. Bu boşluğun əsas səbəbi insanın öz mahiyyəti ilə əlaqəsinin zəifləməsidir. Məna və şuur əlaqəsi. Məna təsadüfi yaranmır. O, şuurun müəyyən səviyyədə fəaliyyətinin nəticəsidir. İnsan nə qədər dərin düşünür, nə qədər analiz edir və nə qədər özünü dərk edirsə, onun həyatında məna bir o qədər aydın formalaşır. Bu isə göstərir ki, məna şuurun məhsuludur. Məna və informasiya. İnsan aldığı informasiyanı sadəcə qəbul etmir. O, bu informasiyanı şərh edir və ona uyğun daxili model qurur. Bu şərh prosesi nəticəsində hadisələrə məna verilir, həyat istiqamət alır və məqsəd formalaşır. Lakin bu proses düzgün işləmədikdə daxili ziddiyyətlər yaranır və mənasızlıq hissi güclənir. VM ilə mənanın izahı. Bu nöqtədə VM konsepsiyası məna problemini daha geniş sistem daxilində izah edir. Bu yanaşmaya görə kainat informasiya ilə qurulmuş sistemdir və insan bu informasiyanı qəbul edən və şərh edən nöqtədir. Məna bu əlaqənin nəticəsidir. O xaricdən verilmir, sistem daxilində formalaşır. İnsan VM ilə uyğunlaşdıqca onun qavrayışı daha dəqiq olur, düşüncəsi aydınlaşır və həyatında məna yaranır. Yaradıcı şuur və məna. Bəzi insanlar həyatlarında daha dərin məna hiss edir. Bu fərq onların şuur səviyyəsi, informasiya emal qabiliyyəti və daha geniş sistemlə əlaqə qurma imkanları ilə bağlıdır. Belə insanlar reallığı daha geniş perspektivdə görür, yeni ideyalar yaradır və həyatın fərqli tərəflərini dərk edə bilir. Fəlsəfi nəticə. Bu başlıqdan çıxan əsas nəticə ondan ibarətdir ki, insanın əsas problemi resurs çatışmazlığı deyil. Onun əsas problemi məna çatışmazlığıdır. Bu çatışmazlıq psixoloji gərginliyin, daxili narahatlığın və məqsədsizliyin əsas səbəbi kimi çıxış edir. Yeni baxışın mahiyyəti.
İnsan yalnız yaşamaq üçün mövcud deyil, o anlamaq və dərk etmək üçün mövcuddur. Bu baxışda həyat təsadüfi hadisələr toplusu deyil, anlama və şuurlu inkişaf prosesidir. Nəticə: İnsan həyatının mənası hazır şəkildə verilmir. O, insanın şuuru, təcrübəsi və dərk səviyyəsi ilə formalaşır. Din bu mənanı istiqamətləndirir, fəlsəfə onu sorğulayır, psixologiya isə onun mexanizmini izah edir. Viem konsepsiyası isə bu yanaşmaları birləşdirərək belə nəticəyə gəlir. Məna insanın Viem ilə qurduğu əlaqənin nəticəsidir. Bu əlaqə nə qədər dərin olarsa, həyat bir o qədər aydın və məqsədli görünür. Kanalı izləyin və videonu bəyənin ki, sizə daha çox maraqlı video təqdim edə bilim.